Deməli, bugünkü dərsimiz olur söz birləşmələri. Söz birləşmələri məna və qrammatik cəhətdən iki və daha artıq müstəqil sözün birləşməsindən yaranır. Söz bir sözdən ibarət ola bilər, hətta cümlədə bir sözdən ibarət ola bilər. Lakin söz birləşməsi ən az iki müstəqil sözün, yəni bir tərəfi köməkçi, bir tərəfi əsas nitq hissəsi olsa bu söz birləşməsi yaratmaz. Ən az iki müstəqil sözün birləşməsindən yaranır. Yəni ən az iki əsas nitq hissəsinin. 2-dən artıq ola bilər, 3, 4, 5 söz ola bilər. Lakin 2-dən az, yəni bir söz ola bilməz. Söz birləşmələri quruluşda iki qrupa bölünür. Sadə və ya mürəkkəb. Sadə iki söz, mürəkkəb ən az 3 söz. Məsələn, desək ki, yaxşı insan. Bu sadə söz birləşməsidir. Amma desək ki, evin yeni əşyaları, bu mürəkkəb söz birləşməsidir. Evin yeni əşyaları hamısı bir yerdə gedir, parçalanmır. Amma burada parçalanır. İnsan, necə insan, yaxşı insan. İndi bunu izahına keçəndə deyəcək, niyə parçalanır, niyə parçalanmır təhlil zamanı. Daha sonra söz birləşmələrində aslı və əsas tərəf olur. Birinci tərəfə asılı, ikinci tərəfə hər zaman əsas tərəf deyirik. Birinci asılı, ikinci tərəf əsas tərəf olur. Söz birləşmələrində bir də aslı tərəfə tabi olan tərəf, əsas tərəfə tabi edən tərəf də adlanır. Belə də qarşınıza çıxa bilər. Söz birləşməsi ilə sözün, məsələn, fərqli cəhətləri var. Məsələn, söz birləşməsi dediyi ən az iki söz olur, söz bir sözdən olur. Söz birləşməsi konkret olur. Məsələn, söz ümumi məna bildirir. Söz birləşməsini sintaksisdə öyrənirik, sözü leksikologiya bölməsində öyrənirik. Söz birləşməsinin aslı əsas tərəfi olur, sözdə aslı əsas olmur, sözdə quruluşda sadə düzəltmə mürəkkəb olur. Söz birləşməsində hər sözün ayrı-ayrı vurğusu olur, sözün bir vurğusu olur. Daha sonra söz birləşməsi ilə, məsələn, mürəkkəb sözündə fərqlilik var. Mürəkkəb söz, məsələn, leksikologiyada öyrənilir, söz birləşməsi yenə sintaksisdə öyrənilir. Söz birləşməsi cümlənin mürəkkəb üzvü olur, mürəkkəb söz sadə cümlə üzvü olur. Söz birləşməsində ayrı-ayrı vurğu olur, mürəkkəb sözdə bir vurğu olur. Söz birləşməsində sözlər bitişik defislə yazılmır, hər zaman ayrı yazılır. Mürəkkəb söz bitişik defislə ayrı üç cür yazılır. Daha sonra gəldik söz birləşməsi ilə cümlənin fərqlərinə gələndə. Məsələn, cümlə bitmiş fikir ifadə edir. Söz birləşməsində bitkinlik yoxdur, çünki fikir bitmir. Cümlədə intonasiya bitir, söz birləşməsində intonasiya bitmir. Cümlənin qrammatik əsası olur. Məsələn, mübtədası, xəbəri, söz birləşməsi bir yerdə təhlil olunur. Sonra cümləni təşkil edən ayrı-ayrı cümlə üzvləri olur. Söz birləşməsi bütövlükdə bir cümlə üzvü olur. Cümlə bir sözdən ibarət ola bilər. Məsələn, səhərdir, gecədir, tezdir. Söz birləşməsi bir sözdən ibarət ola bilməz. İndi isə gəldik söz birləşməsinin yaranması, söz birləşməsinin növlərinə. Söz birləşməsi deməli mənasına görə bölünür iki qrupa. İsmi birləşmələr və feili birləşmələr. Ümumiyyətlə bu bölgüdən əvvəl söz birləşməsini belə parçalamaq lazımdır. Deməli, sabit və sərbəst. Qanunla söz birləşmələri belə bölünür. Sabiti biz keçmişik, deməli, frazoloji birləşmələrdir. Leksikologiya bölməsində keçmişik, sabit məcazi mənalılardır. Parçalanmır. Sərbəstlər isə həqqi mənada olur. Sərbəstlər parçalana bilər. Sabit heç nəyə bölünmür, parçalanmır. Sərbəstlər yenidən ayrılır. İsmi birləşmə və feili birləşmə. İsmi birləşmə özü də parçalanır. Birinci növ ismi birləşmə, ikinci növ ismi birləşmə və üçüncü növ ismi birləşmə. Feili birləşmə özü ayrılır. Məsdər, feili sifət və feili bağlama. Deməli, sabitlər frazoloji birləşmələrdir, parçalanmır, hər zaman məcazi mənada olur. Məsələn, deyirik ki, dil, ötür.
ötür. Nədir? Dil ötür, hamısı bir yerdə xəbər. Cin atına mindi, cana gəldi, can verdi, üz verdi, başa vurdu, baş verdi. Sərbəstlər bölündü, ismi birləşmə, feili birləşmə. Bunun ismi feili olmasını hardan tapırıq? Əsas tərəfə görə. Dedik, birinci tərəf asılı, ikinci tərəf əsas tərəf olur. Əgər əsas tərəf isim, sifət, say, əvəzli, zərf olursa, bu olur ismi birləşmə. Əgər əsas tərəf məsdər, feili sifət, feili bağlama olarsa, bu olur feili birləşmə. Yəni, əsas tərəfə görə onun ismi yaxud da feili olmasına qərar veririk. İndi isə başlayaq ismi birləşmənin növlərindən izah edək. Birinci danışırıq, deməli, birinci növ ismi birləşmə. Birinci növə 1T0 plus 2T0. Birinci növ nə deməkdir? Bəzən buna izah zamanı yanlış izahlar verilir. Məsələn, deyirlər ki, birinci növ təyini söz birləşməsində heç bir tərəf heç vaxt şəkilçi qəbul etmir. Bu tamamilə yanlış izahdır. Demək lazımdır ki, birinci növ təyini söz birləşməsində birinci tərəf yəli halda ola bilməz, ikinci tərəf mənsubiyyət qəbul edə bilməz. Yəni, başqa şəkilçi qəbul etsə olar, yəli mənsubiyyət olmasın. Məsələn, az öncə yazdığımız yaxşı insan, dadlı yemək, yaxud da deyə bilərik, çalışqan uşaq, məktəbli qız. Bunların hamısı birinci növdür. Birinci növdə birinci tərəfdə yəli hal olmasın, ikinci tərəfdə mənsubiyyət olmasın. Yaxşı insan, yaxşı sözün kökü heç bir şəkilçi qəbul eləməyib. İnsan sözündə insan sözün kökü heç bir şəkilçi qəbul etməyib. Yaxud da dadlı yemək. Baxın, dadlı leksik şəkilçi qəbul edib. Yemək burada leksik şəkilçidir, məsdər sayılmır. Çalışqan uşaq. Çalışqan leksik qəbul edib, sifət düzəlib. Yaxud da deyirik, məktəbli qız, leksik şəkilçi qəbul edib, isim düzəlib. Deməli, əgər desək ki, birinci növdə birinci və ikinci tərəf heç bir şəkilçi qəbul etmir, deməli, bu tamamilə yanlış izahdır. Birinci tərəf yəli, ikinci tərəf mənsubiyyət qəbul etmir. Amma birinci növ təyini söz birləşməsində nələr qəbul edə bilər? Leksik şəkilçilər ola bilər. Məsələn, lülüdür, yaxud da duzsuz yemək, yaxud da deyə bilərsiniz, nə deyə bilərəm, oxuyan qız. Bax, birinci tərəf feili sifət qəbul edib. Oxuyan qız. Birinci tərəf feili sifət şəkilçisi qəbul edib. Deyinən qoca, məsələn, feili sifət qəbul edib. Birinci növün özəllikləri nədir? Birinci növdə təhlil zamanı hər bir tərəfə ayrı-ayrı sual verib, ayrı-ayrı cümlə üzvü götürür. Məsələn, desəm ki, məktəbli qız gəldi. Nə etdi? Gəldi. Kim qız? Hansı qız? Məktəbli. Tərəflərə ayrı-ayrı sual verib, ayrı-ayrı təhlil edirik. Məktəbli təyin, qız, mübtəda. Yaxud da oxuyan qız, oxuyan məsələn qız, nədir? Gəldi. Nə etdi? Yenə gəldi. Kim qız? Hansı qız? Oxuyan təyin. Təhlil zamanı birinci və ikinci tərəfə ayrı-ayrı sual verib, ayrı-ayrı cümlə üzvü kimi təhlil edirik. Adətən birinci tərəf təyin, ikinci tərəf mübtəda funksiyasını daşıyır. Daha sonra birinci növ təyini söz birləşmələrinin arasına söz daxil edilmir. Qanunla heç bir söz daxil edilmir. İstisna, yalnız bir ədatı daxil edilə bilər. Gözəl gün, gözəl bir gün. Maraqlı əsər, maraqlı bir əsər. İstisnası, deməli, yalnız bir ədatını daxil edə bilərəm. Gözəl bir gün. Deməli, bu da ədat olduğu üçün heç təhlil olunmur da, təhlildə ortada qalır, təhlil edilmir. Bu bizim birinci növümüz. Bir də deyirik izahına. Birinci növdə birinci tərəf yiyəli, ikinci tərəf mənsubiyyə şəkilçisi qəbul etməsin.
başqa birinci tərəf leksik, qrammatik şəkilçilər qəbul edə bilər. Təhlil zamanı birinci, ikinci tərəfə ayrı-ayrılıqda sual verilib, cümlə üzvü kimi təhlil edilir. Aralarına heç bir söz daxil olmur, istisna yalnız bir ədatı daxil edilə bilər. Başqa birinci növdə elə də bir işimiz yox. Sonra gəldik. Qanunla birinci növ parçalanır, istisnası var, onu da qeyd edeyim. Bəzi birinci növlərdə deməli parçalanma olmur. Onlar istisnadır ki, ikisi bir yerdə bir suala cavab verir. Məsələn, bunlar yeni il, orta əsrlər, hər tərəf, yaxud da məsələn deyə bilərik qədim dövr. Bunlar istisnadır ki, birinci növdür, bütövlükdə bir suala cavab verir, bunları parçalamaq olmur. Amma normalda hər zaman birinci növ parçalanır, iki tərəfə ayrı-ayrı sual verilir. İndi keçdik ikinci növə. İkinci növ ismi birləşmələrdə 1T0 plus 2T mənsubiyyət. Yəni, birinci tərəf yəli halsız, qeyri-müəyyən yəli hal olsa olar. İkinci tərəf mənsubiyyət şəkilçisi düzəlir. Məsələn, deyirik ki, su səsi, dərs vaxtı, sonra sinif rəhbəri, yol rəisi və s. Birinci tərəf qeyri-müəyyən yəli hal. İstəsək, yəni ın şəkilçisini özümüz qoya bilərik. Amma orada şəkilçisini görmürük. Birinci tərəf boş qalır. Loru dildə desə, birinci növ təyin söz birləşməsində ikinci tərəf boş qalır. İkinci növ təyin söz birləşməsində birinci tərəf boş qalır. Məsələn, su səsi, suyun səsi, dərs vaxtı, dərsin vaxtı, sinif rəhbəri, sinifin rəhbəri, yol rəisi, yolun rəisi. Özümüzdən şəkilçisini artıra bilərik. Amma orada boş qalmalıdır. Birinci tərəflər boş qalmalıdır. İkinci tərəflərdə mənsubiyyət qəbul edir. İkinci növ təyin söz birləşməsi təhlil zamanı iki söz birlikdə təhlil olunur, ayrılmır, bütövlükdə cümlənin bir üzvü götürülür. Məsələn, deyirik, sinif rəhbəri gəldi. Nə etdi? Gəldi. Kim? Sinif rəhbəri birlikdə cümlənin mübtədası olur. Yol rəisi məni çağırdı. Nə etdi? Çağırdı. Kim? Yol rəisi, kimi, məni, bu tamamlıqdır. Deməli, yol rəisi ikinci növ təyin söz birləşməsidir. Bütövlükdə cümlənin bir üzvü oldu. Mübtədası kimi təhlil olundu. Birinci növdə dedik ki, arasına bir ədatı daxil ola bilər istisna hallarda. İkinci növdə heç bir söz arasına daxil ola bilməz. Heç bir söz arasına daxil olmur. Bütövlükdə cümlənin bir üzvü olur. Tərəflər eyni anda cəmlənə bilmir. Məsələn, sular səsləri, dərslər vaxtları, siniflər rəhbərləri demək olmur. Bəzi istisnalar var ki, tərəflər bütövlükdə cəmlənir. Bunlar hansılardır? Məsələn, atalar sözləri, qocalar evləri, həmkarlar ittifaqları, gənclər təşkilatları, elmlər doktorları, elmlər namizədləri. Bunlar istisnadır ki, deməli, tərəflər eyni anda cəmlənə bilir. Bir də deyirik, atalar sözləri, qocalar evləri, gənclər təşkilatları, elmlər doktorları, elmlər namizədləri. Bunlar istisnadır ki, tərəflər eyni anda cəmlənir. Yerdə qalan ikinci növ təyin söz birləşməsi cəmlənə bilmir tərəflər. Daha sonra gəldik üçüncü növ təyin söz birləşməsinə. Üçüncü növ təyin söz birləşməsi 1T yiyəli, artıq yiyəli görünür. 2T mənsubiyyət.
Arta gedir. Elə birinci tərəfdə deyirik, iki tərəfə də 0 qoyuruq. İkinci növdə deyirik, ikinci tərəfə bir dənə mənsubiyyət yazırıq. Üçüncü növdə iki tərəfə də söz yazırıq. Yiyəlik mənsubiyyət. Məsələn, məktəbin binası, evin yolu, uşağın qələmi və s. Üçüncü növ təyin söz birləşmələrini birinci tərəf müəyyən yiyəlik çal, yəni şəkilçini qəbul edir. İkinci tərəf mənsubiyyət qəbul edir, yəni hər iki tərəfdə şəkilçi artıq gözə görünür. Özəllikləri nədir? İkinci növ təyin söz birləşməsinin arasında istəsəm 1, istəsəm 10 söz artıra bilərəm, fərqi yoxdur. İstənilən qədər söz artırılır. Məsələn, yazırıq ki, məktəbin yeni, təmirli, işıqlı binası tikildi. İndi bu cümləni təhlil edək. Nə etdi? Tikildi. Nə? Məktəbin yeni, təmirli, işıqlı binası. Hamısı bir yerdə bir sualı cavab verir, hamısı bir yerdə cümlənin mübtədası olur. Bunu təhlil zamanı parçalaya bilmərik. Əgər desək tikildi, nə binası, necə işıqlı, necə təmirli, necə yeni, haranın məktəbi. Yadımızda saxlamaq lazımdır ki, cümlə üzvlərində kimin, nəyin, haranın sualı heç vaxt yoxdur. Əgər sən təhlil zamanı kimin, nəyin, haranın sualı verirsənsə, deməli, sintaktik təhlili doğru aparmırsan. Sən üçüncü növ təyin söz birləşməsinin aslı və əsas tərəfini ayırırsan. Üçüncü növ təyin söz birləşməsini necə tapıram? Birinci tərəfdə məktəbin, in. Onu axtarım, ikinci tərəf mənsubiyyəti. Yeni, təmirli, işıqlı binası. S mənsubiyyət. Məktəbin binası ismi birləşmə. Yerdə qalanlar araya girən sözlər. Onlar bu birləşmədən asılıdır. Yəni bu birləşmənin daxilində cümlə üzvü olmalıdır. Ayrı-ayrı nə suala cavab verir, nə də ayrı-ayrı təhlil olunur. Bütövlükdə suala cavab verib, bütövlükdə təhlil olunur. Məktəbin yeni, təmirli, işıqlı binası. Başqa nümunə deyək. Deyək ki, məsələn də uşağın yeni, gözəl, nə deyək, oxunaqlı, maraqlı kitabı stolun üstündə idi. Haradaydı? Stolun üstündə idi. Nə? Uşağın kitabı. İçərisində olan yeni, maraqlı, oxunaqlı ayrı-ayrı sual vermirik bir yerdə. Hamısına bir yerdə mübtədanın xəttini çəkirik. Bu söz birləşmələrini yaxşı bilmək sintaktik təhlildə çox işimizə yarayır. Ona görə söz birləşmələrini yaxşı öyrənmək lazımdır. Harda parçalanır, harda parçalanmır. Dedik, birinci növ təhlildə parçalanır, ikinci, üçüncü növ bütövlükdə bir cümlə üzvü olur, parçalanmır və bir suala cavab verir. İkinci növün arasına söz daxil edilmir, yalnız üçüncü növün arasına istənilən qədər söz daxil ola bilər. Bu şərtlə ki, arasına daxil olunan sözlər ayrı-ayrı suala cavab verməsin, parçalanmasın. Üçüncü növün digər bir özəlliyi. İkinci növdə dedik ki, tərəflər eyni anda cəmlənə bilmir. Üçüncü növün özəlliyi, tərəflər istəsə eyni anda, istəsə təhlikdə cəmlənə bilər. Məsələn, kəndlərin yolları və yaxud da kəndin yolları. Kəndlərin yolları, kəndlər cəmlənib, yolları cəmlənib üçüncü növ. Kəndin yolları aslı tərəf cəmlənməyib, yalnız əsas tərəf yolları cəmlənib. Bu özəllikdə yalnız üçüncü növdədir. Birinci, ikinci növdə bu özəllik yoxdur. Daha sonra üçüncü növün başqa nə özəllikləri var? Dedik, parçalanmaması, cəmlənməsi, bütövlükdə bir cümlə üzvü olması. Bunlar deməli onun özəllikləridir. Sonra gəldik fe'li birləşmələrə. Fe'li birləşmələr özü də bölünür üç yerə. Məsdər, fe'li sifət, fe'li bağlama. Burada bir şeyi nəzərinizə çatdırım. Dedik ki, əgər ikinci tərəfdə məsdər, fe'li sifət, fe'li bağlama varsa, yəni əsas tərəfdə, bu fe'li birləşmə sayılır. Məsələn, yaxşı
çalışmaq. Bir də deyir ki, oxumağın nəticəsi, sonra oxuyan qız, bayaqda yazmışdım, çox oxuyan, başqa nə deyə bilərik, sənin oxumağın. Bəzən yanlışlıq və ikinci tərəfdə ya birinci tərəfdə məstər, feil, sifət, feili bağlama görürüksə, avtomatik ağlımıza feili birləşmə gəlir. Bu yanlış düşüncədir. Əgər birinci tərəfdə yiyəli hal varsa, birinci sözdə, ikinci tərəfdə məstər plus mənsubiyyət şəkilcisi varsa, bu ismi birləşmə sayılır. Qısacası, maq şəkilcisindən sonra şəkilci görürsənsə, tutaq ki, mənsubiyyətmi, halmı, şəkilci görürsənsə, bu ismi birləşmədir. Sənin oxumağın gözəldir. Gözəldir, nə? Sənin oxumağın. Biz ismi birləşmə olduğu üçün elə nə sualına cavab verir və deməli, bu parçalanmır. Üçüncü növ təyini söz birləşməsidir. Bir daha deyirəm, ikinci tərəfdə maq varsa, maqdan sonra da şəkilci, ismə aid şəkilci gəlibsə, bu ismi birləşmə sayılır. Yox, ikinci tərəfdə maq varsa, maqdan sonra heç nə artırılmayıbsa, bu feili birləşmədir. Yaxşı çalışmaq lazımdır. Lazımdır, nə lazımdır? Yaxşı çalışmaq. Bir yerdə gedir, feili birləşmədir və bu da parçalanmır. Feilli birləşmə yaxud da məstər tərkibi də deyirik buna, iki söz birlikdə getdiyi üçün. Oxumağın nəticəsi. Baxıram ki, ikinci tərəf nəticə isimdir. Birinci tərəfdə maq var. Olsun, birinci tərəfinə o qədər önəmli deyil, bizim işimiz yox. Əsas o da ikinci tərəf isimdirsə, bu gedir ismi birləşməyə. Bu gedir üçüncü növ, təyini söz birləşməsinə. Oxumağın yiyəli, nəticəsi, si, mənsubiyyət. Deməli oldu, üçüncü növ təyini söz birləşməsi. Bu da feili birləşmə sayılmır. Oxuyan qız, an, ən, feili sifət şəkilcisi yenə birinci tərəfdədirsə, bu ismi birləşmə. Çünki ikinci tərəf qız isimdir. Bu ismi birləşmə sayılır, feili birləşmə sayılmır. Lakin çox oxuyan desəm, ikinci tərəfdə an şəkilcisi feilə qoşulub, oxuyan, feili sifət. Məsələn, nümunə deyək, çox oxuyan gəldi. Gəldi kim? Çox oxuyan. Bir yerdə cavab verir, feili sifət tərkibi yaradır. Və ya buna feili birləşmə də deyə bilərik. Feili birləşmə nə bir feili sifət növüdür. Və oxuyan şəkilcidən sonra, an, ən, feili sifətin öz şəkilcisindən sonra başqa şəkilci işlənməyib. Deməli, bu feili sifətdir. Əgər desək ki, məsələn, sinfin oxuyanı, burada an, ən şəkilcisindən sonra oxuyanı mənsubiyyət işlənib. Deməli, bu ismi birləşmədir. Qısacası, məstər feili sifət şəkilcisindən sonra şəkilci qoşulmayıbsa, bu feili birləşmə sayılır. Məstər feili sifət şəkilcisindən sonra ismə aid mənsubiyyət qoşulubsa, bu ismi birləşmə sayılır. Məstər feili sifət şəkilcili söz birləşməsinin birinci tərəfində işlənirsə, bu da ismi birləşmə sayılır. İkinci tərəfində işlənir, məsələn, maqla qutarır, başqa bir şey gəlmir. Bu feili birləşmə sayılır. Yaxud da an, ən, feili sifət şəkilcisi qəbul edib, başqa bir şəkilci gəlməyib, bu feili birləşmə sayılır. İndi feili birləşmələrə izah verək. Bu qeydləri idi. Feili ismi birləşmənin seçilməsinin yolları idi. Feili birləşmə bölündü. 1. Məstər 2. Feili sifət 3. Feili bağlama. Deməli, ismi birləşmə bölündü. Birinci növ, ikinci növ, üçüncü növ. Bu ismi birləşmənin növləri idi. Feili birləşmə bölündü. Məstər, feili sifət, feili bağlama. Dediyim kimi, bunun ismi yaxud da feili birləşmə olmasına əsas tərəfə görə qərar veririk. Əsas tərəfdə ikinci tərəfdir. Əsas tərəfə görə qərarlaşdırırıq. İsmidir, yoxsa feilidir. Məsələn, desəm ki,
tez getmək, işə tələsmək, yaxud da işə gedən, yolu keçən, evə qaydanda, dərsə gedərkən, bundan seçirik. Baxıram ki, tez getmək, ikinci tərəf maqmək, bu olur məstər, fe'li birləşmənin məstər növü. İşə tələsmək, ikinci tərəf maqmək, yenə fe'li birləşmənin məstər növü. Və yaxud da işə gedən, ikinci tərəf an, ən, fe'li sifət şəkilçisidir, fe'li birləşmənin fe'li sifət növü. Yolu keçən, an, ən, fe'li birləşmədir, fe'li sifət növü. Evə qaydanda, anda, əndə, fe'li birləşmənin fe'li bağlama növü. Dərsə gedərkən, arkən, ərkən, fe'li birləşmənin fe'li bağlama növü. Deməli, fe'li birləşmələr, məstər, fe'li sifət, fe'li bağlama. Əsas tərəfdə yalnız məstər, yalnız fe'li sifət və ya yalnız fe'li bağlama şəkilçisi ilə qurtarırsa, bu gedir deməli fe'li birləşmə. Bunlara məstər tərkibi, fe'li sifət tərkibi, fe'li bağlama tərkibi kimi də götürürük. Tərkib nə deməkdir? Özündən əvvəlki sözlə bir suala cavab verib bir cümlə üzrə olur. Məsələn, tez getmək lazımdır, lazımdır, nə? Tez getmək. İkisi birlikdə bir suala cavab verir. Bu sayılır məstər tərkibi, parçalanmır. Bu sayılır məstər tərkibi. Daha sonra fe'li birləşmədə başqa nəyimiz qaldı? Bir də fe'li birləşmə şəkilçilərini diqqətinizə çatdırım. Məstər, maqmək, fe'li sifət 6 şəkilçisi var. An, ən, malı, məli, ası, əsi, aca, qəcək, mış, miş, muş, müş, dığı, diyi, duğu, düyü. Yəni, dıq, plus, mənsubiyyət. Fe'li bağlama 10 şəkilçisi var. Anda, əndə, ara, qərək, arkan, ərkən, a, armaz, ınca, incə, unca, üncə, dıqca, dişcə, duqca, düşcə, dıqda, dikdə, duqda, dükdə, ıb, bir də madan, mədən. Deməli, fe'li bağlama, fe'li sifətin şəkilçilərini əzbər bilməsəz, fe'li birləşməni tapmaqda əziyyət çəkə bilərsiniz. Ona görə də mütləq fe'li birləşmənin, yəni məstərin, fe'li sifətin, fe'li bağlama şəkilçilərini əzbər bilmək lazımdır və diqqətinizə çatdırım ki, yenə vurğulayıram, bunlar ikinci tərəf, yəni əsas tərəfdə olmalıdır. Bu da bizim fe'li birləşmə, ismi birləşmə dərsimiz.